Hər birinizi xoş gördük dəyərli riyaziyyat sevərlər. Bugün sizlərlə 21 fevral 2026 tarixində DİM-in təşkil etdiyi 9-cu siniflər üçün olan OTK sınavının riyaziyyat suallarının izahına baxacağıq. İzaha keçməmişdən əvvəl qeyd edim ki, sınaq nisbətən asan idi. Bu da o deməkdir ki, 9-cu imtahanda inşallah asan ola bilər, elə bir ehtimal var. Əlavə olaraq qeyd edim ki, buraxılışa qalan qısa müddətdə riyaziyyatı təkrarlamaq istəyirsinizsə, bizim 9 və 11-ci sinif təkrar qruplarımıza qatıla bilərsiniz. Qeydiyyat davam eləyir. Yuxarıda qeyd olunan nömrəyə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərsiniz, ətraflı məlumat ala bilərsiniz. İndi keçək sualların izahına. İlk sualda gəlin baxaq bizə nə deyir? Deyir ki, mənfi 2x böyükdür 4 bərabərliyini ödəyən ən böyük tam ədədi tapın. Mənfi 2x böyükdür 4. Hər tərəfə mənfi 2-yə bölsək, x bilirik işarə dəyişəcək, kiçik deyir, mənfi 2 olacaq. Mənfi 2-dən kiçikdə hansı ədəd var? Mənfi 3. Tam ədəd soruşduğu üçün cavabımız olur mənfi 3. Yəni, bir dəqiqə. Yəni, cavab olur D variantı. Bu oldu D. Növbəti suala baxaq. Növbəti sualda deyir ki, 5 bölünsün 3 kök altda 5 vurulsun 6 bölünsün 4-cü dərəcədən kök altda 25 ifadəsini hesablayın. Gəlin yazaq. 5 bölünsün. Bunu biraz qalınlaşdıraq. Əla. Deməli 5 bölünsün 3 kök altda 5 vurulsun 6 bölünsün 4-cü dərəcədən kök altda 5-in kvadratı yazıram mən. 5-in kvadratda nə deməkdir dostlar? Bilirik ki, hər zaman kvadrat kökün, yəni kökün dərəcəsi ilə kök daxili ifadənin dərəcəsi bir-birini aparır. O zaman ixtisar olunsa, burada qalar 2, burada qalar 1. O zaman bu ifadəni bütövlükdə yaza bilərəm ki, elə bu neçəyə bərabər imiş? Kök altında 5-ə. İndi gəlin hesablayaq. Yuxarı verəcək bizə 5 vur 6, 30. Aşağıda verəcək 3 vur kök altda 5 vur kök altda 5. Yəni 3 vur 5. Bu da olur 30 böl 15. Cavab olur 2. Cavabımız 2, yəni B variantı. 33-cü sualda deyir ki, 12 ədədini 3 dəfə artırıb, alınan ədədi 2 vahid azaltdıqdan hansı ədəd alınır? 12-ni 3 dəfə artırmaq, bunu 3-ə vurmaq deməkdir. Bu edir 36. Deyir 2 vahid azaltsaq. 36-dan da 2 vahid, yəni 2-ni çıxarıq. 34. Cavab olur D variantı. 34-cü sual. Deyir ki, alfa bərabərdir 3x plus 18 dərəcə iti bucaq olarsa, x-in ən böyük tam qiymətini tapın. Bilirik ki, iti bucaq 90-dan kiçik bucağa deyilir. O zaman bir dəqiqə. O zaman burada qeyd edərik ki, bu bucaq necə olmalıdır? Yəni, bizə verilən 3x plus 18 dərəcə kiçik olmalıdır 90-dan. O zaman 3x kiçik olmalıdır 72 dərəcədən. X kiçik olmalıdır neçədən? 20, o da ki 4. 24 dərəcədən kiçik olmalıdır. Bundan kiçik x-in ən böyük tam qiyməti neçə olacaq? 23 dərəcə olacaq. Cavab Y variantı. 35-ci sualda deyir ki, 0, 1, 2 çoxluğunun elementlərinin rəqəmləri təkrarlanmayan neçə müxtəlif 2 rəqəmli ədəd düzəltmək olar. Gəlin burada elə bir-bir sayaq. Baxın, 2 rəqəmli hansı ədədlər alına bilər? 12 alınar, 0 ilə başlamaz. 0 ilə başlayanları atarıq. 12 alınar, 10 alınar, 21 alınar, 20 alınar. Neçə sayda oldu? 4 sayda, yəni Y variantı. Keçdik 36-cı suala. 36-cı sualda deyir ki, sinifdəki 24 şagirdin 8-də 5 hissəsi riyaziyyat dərinliyinə gedir. Riyaziyyat dərinliyinə getməyən şagirdlərin sayını tapın. 24-ün 8-də 5-i gedirsə, bu o deməkdir ki, 15 şagird gedir. Deməli, 15 şagird gedirsə, 24-dən də 15-i çıxarıq, getməyənlərin sayını taparıq. Bu da bizə 9 verər. Cavab B variantı. 37-ci sual. Mənfi 3,2 və 5,3 ədədləri arasında yerləşən tam ədədlərin cəmini tapın. Gəlin bunu açıq da yaza bilərik. Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5. Açıq yazdıqda görürük ki, mənfi 3-dən 3-ə kimi olan cəm bir-birini aparacaq. Yəni, mənfi 3 ilə 3-ü topladıq 0, mənfi 2, 2, 0. Yerdə bir dənə 4 və 5 qalacaq. Bunun da cəmi bizə 9 verər.
38-ci suala baxaq. Deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə AB bərabərdir BC bərabərdir CD, o da bərabər DF olarsa, BCD-ni tapın. BCD haradır BCD? BCD. Bu bucağı tapın. Baxın, burada məsələ nədən ibarətdir? Bilirik ki, mərkəzdən keçən həmin o diametr çevrəni 180-180 olaraq ayırır. 180-180 olaraq ayırırsa, o zaman bura qalır 180 dərəcə. İndi bu 5 deməli 1, 2, 3, 4. Daha doğrusu 3 daxili bucağı var. Daxili bucağı var. Bizdən C bucağını istəyir. Deməli, bu hissədən hamısı da bərabərdirsə, o zaman burada alfa, burada alfa, burada alfa. İndi baxaq, görək. O zaman belə bir şey derik. Deməli, gəlin baxaq. Burada 4 bərabər vətər varsa, deməli, həmin o qeyd etdiyimiz 180 4 bərabər hissəyə bölünüb. 180-i bölərik 4-ə edər bu 45 dərəcə. Deməli, buraların hamısı 45, 45, 45, 45 dərəcədir. İndi bizdən bu bucaq istəyirdi, düzdür? Bu bucaq bu hissəni əhatə edir. Daxilə çəkilmiş bucaq olduğu üçün bu hissəni əhatə edir. Burada da nələr var? 180 dərəcə buradan var, 45-45 də buradan var. O zaman qeyd edərik ki, 180 plus 90, 2 dənə 45 bölünsün. Daxilə çəkilmiş bucaq olduğu üçün 2-yə bölərik. Bu da 90 plus 45 də yaza bilərik. Bu da edər 135. Cavab C variantı. 39-cu suala baxaq. Deyir ki, bu tənliyi həll edin. Baxın, bilirik ki, eyni əsasdan qüvvətlər toplanılır. Eyni əsasdan vurma olduqda qüvvətlər toplanılır. Gəlin yazaq. X üstü o zaman olacaq 3/1 plus 3/5. Bu da edər x üstü 3/6. Bu da edir x üstü 2. Yəni x-in kvadratı bərabər 9. Yazdıq burada x kvadrat bərabər 9, x bərabərdir müsbət mənfi 3. İndi biz deyə bilərik ki, bir kökü 3-dür, bir kökü mənfi 3-dür. Onu dedikcə avtomatik evimiz yıxıldı. Çünki biz bilməliyik ki, bizə verilən ilkin misalda görürük ki, kəsr üstü qüvvət var. O zaman qüvvət kəsr olduqda bilirik ki, mənfi ədəd qoya bilmərik. Yəni, kəsr qüvvətin qiyməti mənfi ədəd ola bilməz. O zaman mənfini atırıq, bir dənə qalır, müsbət qiymət, o da ki, D variantı. 40-cı suala baxaq. 40-cı sualda deyir ki, ABC bərabər tərəfli üçbucağı BHAC hündürlük olarsa, ABH-ı tapın. Bərabər tərəfli dediyi üçün bilirik ki, bura 60, 60, 60 olacaq. Və bilirik ki, bərabər tərəfli üçbucaqda çəkilmiş hündürlük həm median, həm tənböləndir. O zaman bura ümumilikdə 60 isə bura qalacaq 30. Və yaxud da bu 90 dərəcədən tapmaq olur. Yəni ki, 30-dur. Bizdən nə istəyir? ABH, ABH. Elə bu 30 dərəcəni istəyir. Cavabımız oldu 30. 41-ci sualda deyir ki, x mənfi 1 olduqda bu ifadənin qiymətini hesablayın. Gəlin baxaq. Yazırıq ki, 2 vur, yəni x-in yerinə mənfi 1-i qoyacaq. Mənfi 1 üstü 8 çıxılsın. 6 vur, mənfi 1 üstü 5 plus 4 vur, mənfi 1 üstü 6. Bilirik ki, mənfi ifadə cüt dərəcədən müsbət olur, tək dərəcədən mənfi qalır. O zaman yazarıq, bu oldu müsbət 2. Çıxılsın. Burada bu ifadə mənfi olacaq. O zaman bu mənfiyə də dəyərlikdə olacaq müsbət. Müsbət 6. Üzərinə qalsın, bu da mənfi olacaq. O zaman yazarıq ki, mənfi 4. Bu da eləyəcək 4. Cavabımız oldu. Bir dəqiqə. Deməli, 8 çıx 4. Müsbət deyə bu. 6-cı dərəcədən. O zaman bu da müsbət olur. O zaman bu cəm bizə verir. Ümumilikdə bu cəm bizə verəcək 12. Cavabımız oldu 12. B variantı. 42-ci suala keçirdək. 27 ədədini faizlə ifadə edin. 27-ni faizlə ifadə etmək üçün
Sürət məxrəci bilirik ki, ədədin %1 hissəsinə faizlidir. O zaman bunu məxrəci 100 olan kəsir formasına salmalıyıq. Sürət məxrəci vurarıq 5-ə. Bu da eləyər 35 bölü 100. Bu da elə 35% deməkdir. Cavab olur D variantı. 43-cü suala keçid edək. Deyir ki, çoxadlı vuruqlara ayırın. Baxırıq, burada nə var? 12 var, A var. Kurabiyə var, simit var. 12A vurulsun. Yerdə nə qalır? B kvadrat minus 4. İndi bu ifadəni necə vuruqlarına ayırmaq olar? 12A vurulsun. B minus 2 vurulsun. B plus 2. Bu da hansı variantda verilib? Y variantında. 44-cü sualda. Deyir ki, ifadəni sadələşdirin. Yenə görürük ki, yuxarıdan neçəni çıxartmaq olur? 7-ni çıxartmaq olur. 7-ni çıxartdıqda x minus 5 ifadəsi qalır. Aşağıda da bunu yazmaq olar. Deməli, 5 minus x vurulsun 5 plus x. Yaxşı, burada ixtisar gedən bir şey yoxdur. Amma biz bir şey bilirik. Bu ifadənin qarşısına mənfi atsaq, mənfi atdıqda bunu tərsinə çevirmək olur. O zaman yazarıq ki, buradan mənfi x minus 5 vurulsun 5 plus x. O zaman bunlar ixtisar gedəcək, yerdə qalacaq. Mənfi 7 bölünsün x plus 5. Yox da 5 plus x. Bu da hansı variantdadır? Deməli. Mənfi 7 bölünsün x plus 5 D variantı. Keçdik 45-ci suala. Deyir ki, kvadratın diagonalları arasında qalan, bucağın sinusunu tapın. Bu bucağın sinusunu istəyir bizdən. Diagonallar arasında qalan bucaq bilirik ki, 90 dərəcədir. Sinus 90 da bilirik ki, 1-ə bərabərdir. Cavab olur Y variantı. 46-cı sual. Deyir ki, A bərabərdir 32 vurulsun 10 üstü 8 olarsa, B bərabərdir 10 üstü mənfi 3 vur A ədədinin standart şəkildə yazılışını tərtibini tapın. Gəlin baxaq. Deyir ki, B-miz nəyə bərabərdir? 10 üstü mənfi 3 vurulsun 32 vurulsun 10 üstü 8. Bilirik ki, burada eyni əsasdan mənfi ilə müsbətin yenə toplanacaq. O zaman 8-dən 3-ü çıxarıq. O da eləyər 32 vurulsun 10 üstü 5. Gedib tərtibi dediyi üçün 5-i götürmək olar. Amma orada yanlış bir şey dedik. Çünki bilirik ki, qiymətli isə 1 ilə 10 arasında olmalıdır. O zaman B-nin standart şəkli olur. 3 tamında 2 vurulsun 10 üstü 6. O zaman tərtib neçə olur? Tərtib olur 6. 48-ci suala baxaq. Deyir, iti bucağı 30 dərəcə olan rombun perimetrinin hündürlüyünə olan nisbətini tapın. İti bucağı 30 dərəcə olan romb. Gəlin, baxaq. Perimetr neçədir? Perimetr bilirik ki, hər tərəf A olduğu üçün P bərabərdir 4A-dır. Bəs hündürlüyü neçədir? Hündürlük də deməli, hipotenuz A-dırsa, 30 dərəcəli bucağın qarşısındakı katet neçə olur? A böl 2. İndi bizə deyir ki, 4A-nın A böl 2-yə nisbətini tap. A-lar gedər, buradan 8 cavabını alırıq. Cavabımız oldu 8. 49-da deyir ki, boş olmayan A çoxluğu üçün n-a bərabərdir 2x minus 18 olarsa, x-in ən kiçik tam qiymətini tapın. Boş deyilsə, deməli, ən azı 1 sayda, yəni 0-dan böyük elementi olmalıdır. Deməli, yazarıq ki, 2x minus 18 böyükdür 0-dan, 2x böyükdür 0-dan, x böyükdür 9-dan. X 9-dan böyük olmalıdır. X-in ən böyük, deməli, ən kiçik tam qiyməti olacaq 10. Bu da cavabımız. 50-ci suala baxaq. 50-ci sualda deyir ki, 2 kiçikdir x, o da kiçikdir 7 və mənfi 1 kiçikdir y, o da kiçikdir 6 olarsa, 2x minus 3y ifadəsinin qiymətləri cəmini tapın. Deməli, 2x ifadəsi lazımdırsa bizə, tam qiymətlərinin cəmini tapın deyir. Gəlin baxaq. 2x olduqda dostlar, bu olacaq
4 kiçikdir 2x. O da kiçikdir 14. Deməli 4 ilə 14 arasında qiymətlər alacaq. Digər yandan da 3y isə alacaq. -3 kiçikdir 3y. O da kiçikdir 18. Deməli bu belə. Bizdən bu ifadənin tam qiymətlərinin cəmini istəyir. Bunları tərəf-tərəfə çıxsaq, bilirik ki, çıxma çarpaz olur. O zaman alarıq ki, 4 minus 18 kiçikdir 2x minus 3y. O da kiçikdir 17. Çünki 14-dən mənfi çıxdıqda 17 edir. İndi baxırıq. Bura verir bizə -14 kiçikdir 2x minus 3y. O da kiçikdir 17. Bizdən cəmin istəyir. Cəmin istəyirsə, yenə -14-dən müsbət 14-ə kimi olan qiymətlər cəmləndikdə 0 edəcək. Yerdə qalacaq 15 plus 16. Elə bu. 15 plus 16. Bu da 31 edir. Cavabımız oldu 31. Bir dənə burada düzəliş verək. Burada 14-də almadıq üçün burada deməli 13-dən başlayacaq. O zaman mümkün qiymətlər 14 plus 15 plus 16 olacaq. Bu da eləyər bizə 45. Cavabımız olur 45. Hə, indi doğrudur. Deməli, keçək neçənci suala. 50-ci sualı yazdıq. Gəldi 51. 51-ci sualda görək nə deyir. 51-ci sualda deyir ki, tənliklər sisteminin sonsuz sayda həlli olarsa, K və M parametrinin hasilini tapın. Bilirik ki, sonsuz sayda həll varsa, nisbətlər bərabər olmalıdır. K bölünsün, əmsalların nisbətləri bərabər olacaq. K bölü 3 plus 4 bölü 6. O da bərabərdir. K bölünsün, K plus M. Deməli, bu hissədən K-nı tapa bildik. Alırıq ki, 6K bərabərdir 12, K bərabərdir 2. Buradan da yazsaq, o zaman 2 bölünsün 2 plus M bərabərdir 4 bölü 6-ya. Bu nisbətdən də tapsaq, alarıq ki, 12 bərabərdir 8 plus 4M. 4M bərabərdir 4, M bərabərdir 1. K'mız 2, M'imiz 1 imiş. Hasilini istəyir bizdən 2 vurulsun 1 bərabərdir 2. Cavabımız oldu 2. 52-ci suala baxaq. Deyir ki, O mərkəzlə, daha doğrusu mərkəzləri O1 və O2 nöqtələrində olan çevrələr bir-birinə xaricdən toxunur. Radiuslara uyğun olaraq 9 və 4 santimetrdə. O zaman burada olacaq 9, burada olacaq 4. Deməli, bura olar 13. Bunu birləşdirsək, düzbucaqlı üçbucaq yaranar. 4-ü çıxsaq buradan, bura qalacaq 5. Bizdən AB'nin uzunluğunu istəyir. AB bərabərdir 13-ün kvadratı, Pifaqorasiyasına çıxılsın 5-in kvadratı. AB bərabər olacaq 12-yə. Cavabımız olur 12. 53-cü suala baxaq. Deyir ki, A və B natural ədədləri üçün A kvadrat minus B kvadrat bərabər 37 olarsa, A minus 1 vurulsun B ifadəsinin qiymətini tapın. Natural ədədlər deyirsə, avtomatik nəyə baxmalıyıq? A minus B vurulsun A plus B. Kanalda buna aid bir çox izah var. 37 bilirik ki, sadə ədəddir. 37 sadə ədəddirsə, bu AB naturaldirsə, o zaman bunlar 1 vur 37 ola bilər. Yəni 1 vur 37 hasil ola bilər. İndi AB naturaldirsə, hansı 1, hansı 37 olar? Əlbəttə ki, çıxma hissəsi 1, toplama hissəsi 37 olar. A plus B bərabərdir 37. A minus B bərabərdir 1. Tərəf-tərəfə toplasaq 2A bərabərdir 38. A bərabərdir 19. B də bərabər olur 18. Deməli, 18 və 19 imiş. İndi bizdən bu ifadənin hasilini istəyir. Yazarıq ki, 19 minus 1 vur 18. Yəni 18-in kvadratı. Bu da bizə verər, deməli, 324. Cavabımız olur 324. 54-cü sual. 54-cü sualda deyir ki, qutuda olan qara kürələrin sayı ağ kürələrin sayından 3 dəfə çox, sarı kürələrin sayından isə 2 dəfə azdır. Deməli, qutuda qara kürə var. Qara, ağ və sarı. Deyir ki, qutuda olan qara kürələrin sayı. Buna x desək.
Ağ kürələrin sayından 3 dəfə çoxdur. Deməli, ağ x bölü 3'dür. Sarı kürələrin sayından isə 2 dəfə azdır. Deməli, sarı 2x-dir. Bütün kürələrin sayı neçə faiz azdır? Bütün kürələrin sayı neçədir? X plus x bölü 3 plus 2x. Bu bizə verir. Bura 3x verir. 9x plus x bölü 3. Yəni 10x bölü 3. 10x bölü 3. Deməli, bu bizim ümumi kürələrimizin sayıdır. Bəs, deməli, sarı kürələrimiz dedik 2x deyir. Onu da ki, yaza bilərik 6x bölü 3. Zaten bu yine 2x verəcək. Nisbətdən istifadə ediriksə, yaza bilərik ki, 6x bölü 3 bölünsün 10x bölü 3. Faizin istəyirsə, vururuq 100-ə. Bilirik ki, bir ədəd digər ədədin neçə faiz olduğunu tapmaq üçün onu digər ədədə bölüb 100%-ə vurmaq lazımdır. 3'lər avtomatik gedəcək, yerdə qalacaq 6 bölü 10 vur 100. O da bizə 60% edər. Cevabımız oldu 60%. Son suala keçək. 55-ci sual. Bizə deyir ki, ABC üçbucağında adi tənbülən BAC ACB 2-3 nisbətindədir. BAC ACB. Bura K, bura 3K. B 80 dərəcədir. ADS'ni tap. ADS'ni. Buranı tap deyir. Deməli, 80 plus 2K plus 3K bərabərdir 180 dərəcəyə. 5K bərabərdir 100. K bərabərdir 20. K 20'dir. Bura 20'dir. Bizdən haranı istəyir? Burada 20. ADS'ni istəyir bizdən. O zaman burada olacaq 60. 20 plus 60 plus bizdən istənilən x bərabərdir 180'ə. X bərabər olacaq 180 minus 80, o da bərabərdir 100 dərəcə. Son sualımızda cavab olur 100 dərəcə, lakin bir sualı biz gözdən qaçırtmışıq. Onu bir dənə bura əlavə edim, gəlirəm. Son sualımız da bu idi. Deyir ki, gözdən qaçan sualımız düzbucaqlı üçbucağın düz bucaq təpəsindən çəkilən medianla hipotenuz uzunluqları cəmi 12 olarsa, bu üçbucağın xaricinə çəkilən çevrənin radiusunu tapın. Düzbucaqlı üçbucaqdır. Deməli. Deyir ki, düz bucaq təpəsindən çəkilən medianla hipotenuzun cəmi 12'dir. Bilirik ki, median hipotenuzu bərabər hissələrə bölür və özü deyil, o bərabər hissələrin birinə bərabər olur. Yəni, bura x, bura x. 3x bərabərdir 12, x bərabərdir, deməli, 4. Hipotenuz 8, bura 4 imiş. Bizdən nə istəyir? Xaricinə çəkilmiş çevrənin radiusu. Bilirik ki, xaricinə çəkilmiş çevrənin radiusu elə hipotenuzun yarısına bərabərdir. Yəni 8 bölü 2, o da bərabərdir 4'ə. Cavabımız olur bu sualda da 4. Belə əziz izləyicilər, sizinlə bütün sualların izahına baxdıq. Nisbətən asan bir OTK sınağı idi. İnşallah buraxılış imtahanı da belə düşər. Qeyd etdiyim kimi təkrar qruplarına qatılmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Növbəti videolarda görüşmək üzrə. Sağ olun, Allah'a əmanət olun.